sizinlə belə bir sualın izahına baxaq. Px bərabərdir x üstü 35 bölü n, plus x üstü n -6 plus 1 ifadəsi çoxadlı olarsa n-in mümkün qiymətləri cəmini tapın. Əvvəlcə yuxarıdakı qaydaya əsasən deyək ki, çoxadlının qüvvəti mütləq natural ədəd olmalıdır. Yəni, burada 35 bölünsün n, n-6 natural ədəd olmalıdır. Yəni, natural ədəd olması üçün 35 bölünsün n-də, n 35-in bölənləri, n-6-da isə n-6-dan böyük qiymətlər almalıdır. İndi isə 35-in bölənlərini qeyd edək. N bərabər 1, 5, 7 və 35 və n-6-da müsbət, yəni 0-dan böyük ədəd götürməliyik. Bu zaman n 6-dan müsbət sonsuzluğa qədər qiymətlər var. İndi isə 35-in bölənləri və 6-dan müsbət sonsuzluğa qədər olan ədədlərin kəsişməsini tapaq. Bu zaman 7 və 35 olacaqdır. Bizdən isə n-in mümkün qiymətlərini cəmi soruşduğu üçün 7 plus 35 cavabı bərabərdir 42.